Salam əziz həmkarlar. Biz bugün öyrənirik qametogenez prosesi. Ümumilikcə yadınızda saxlayın. Qametogenez prosesi özü iki hissəyə ayrılır. Spermatogenez, bir də ovogenez. İndi gəlin bir baxaq görək. Spermatogenez nədir? Ovogenez nədir? Deməli, ümumilikcə qametogenez prosesi özü 3 mərhələdən ibarətdir. 2 yerə bölündüyünü bildik. Spermatogenezə bölündü, bir də ovogenezə. Spermatogenezdə spermatozoidin əmələ gəlməsidir. Ovogenezdə dişi qametin, yəni yumurta cüyürənin əmələ gəlməsidir. İndi biz dedik ki, bu çoxalma, yəni qametogenez prosesi 3 mərhələyə bölünür. Birinci mərhələsi çoxalmadır, ikinci mərhələsi böyümədir, üçüncü mərhələsi yetişmədir. İndi çoxalma mərhələsində nə olur? Birinci spermatogenezdən danışırıq. Deməli, çoxalma mərhələsində, yəni spermin əmələ gəlməsini, bunu böləcəyik 3 yerə, yenə deyirəm, çoxalma, böyümə, inkişaf. Birinci nə olur? Bir dənə erkək hüceyrədən, bax, bir dənə hüceyrəmdən özü mitoz yolla bölünür, 2 hüceyrə əmələ gətirir. Bu olacaq çoxalma mərhələsində. Yəni 3 hissəyə böldüm də, çoxalma, böyümə, yetişmə. Hələ ki, çoxalma mərhələsindən danışıram. Bir dənədən 2 hüceyrə əmələ gəldi. Bunun əmələ gəlməsi mitoz yolla bölünür. Yəni bu öz növbəsində mitoz yolla bölünüb 2 hüceyrə əmələ gətirir. Deməli bir dəfə mitoz burada gedir. 8 hüceyrə əmələ gələnə qədər mitoz yolla bölünmə gedir. Sonra bu hüceyrə bölünür, 2 hüceyrə əmələ gətirir mitoz yolla. Bax bir dənə mitoz yolun burada getdi. Bu hüceyrə də bölünür, 2 hüceyrə əmələ gətirir. Bir dənə mitozun da burada getdi. Hərəsi öz növbəsində bir dəfə mitoz bölünmə keçirib 2 hüceyrəni əmələ gətirəcəklər. Baxın, hərəsi öz növbəsində bir dəfə mitoz bölünmə keçirib 2 hüceyrəni əmələ gətirəcəklər. Bu da bir dəfə mitoz, bu da bir dəfə mitoz, bu da bir dəfə mitoz, bu da bir dəfə mitoz. Bu olur mənim çoxalma mərhələmdə. Hansı mərhələmdə? Çoxalma. Yəni biz bildik ki, qametogenez, qametin əmələ gəlməsi 3 mərhələdən keçir. Çoxalma, böyümə, bir də inkişaf mərhələsi. Deməli, çoxalma mərhələsində həm qadın, həm kişi, yəni həm erkəkdə, həm dişidə bu formada gedir. Fərqli olacaq yetişmə mərhələsində. Deməli, çoxalma mərhələsində bir hüceyrə bölünür, bir hüceyrədən 8 hüceyrə əmələ gəlinənə qədər mitoz yolla bölünməyə davam edir. Biri bölünür, birindən ikisi əmələ gəlir. Əmələ gəlmişlər də öz növbəsində bölünərək 2-2 əmələ gətirərək 8 hüceyrəni əmələ gətirir. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hüceyrəm əmələ gəldi mi? İndi neçə mitoz bölünmə keçirir? Bir dəfə bu bir dəfə mitoz yolla bölünür, ikisini əmələ gətirir. Bir dəfə bu mitoz yolla bölünür, ikisini əmələ gətirir. Sonra öz növbəsində hər biri mitoz bölünmə keçirir. Deməli, 1 mitoz bölünmə, 2, 3, 4, 5, 6, 7. Deməli, 7 mitoz bölünmə keçirir. Neçə bölünmə keçirdi? 7 mitoz bölünmə. Bu olur çoxalma mərhələmdə. Yenə deyirəm, qamet əmələ gələnə qədər, qametogenez mərhələsi qameti əmələ gətirənə qədər 3 mərhələdən keçir. Çoxalmadan, böyümədən, bir də inkişafdan. Çoxalma mərhələsinə daxil olmuş hüceyrə mitoz yolla bölünür. Mitoz yolla bölünərək 8 hüceyrəni əmələ gətirir. Mitoz yolla, çoxalmada ha, diqqətli olun. 8 hüceyrəni əmələ gətirir, 1 hüceyrəm. Və mitoz yolla bölünür deyə burada görürsünüz 7 mitoz bölünmə keçirir. Çünki bir dəfə bu öz növbəsində mitoz bölünmə keçirib ikisini əmələ gətirir. Bir dəfə bu bölünür, ikisini əmələ gətirir. Bir dəfə bu, sonra bu da bölündü, ikisini əmələ gətirdi. Bu da, bu da, bu da. Hesablasaz 1, 2, 3, 4, 5, 6, 7. 7 dəfə mitoz bölünmə keçirdi. Və bu mərhələdə xromosom sayı olur 2N, xromatid sayı olur 2C. DNT sayı da 2C'dir. Yəni xromatidlə DNT-nin sayı bilirsiniz ki, eynidir. Molekulu eynidir, amma zəncirin soruşsa vuracaqsınız 2-yə. Hələ görək danışmayaq, məsələlərdə danışarıq. Deməli, çoxalma mərhələsində xromosom sayı 2N-dir, xromatid və DNT sayı da 2C-dir. Sonra gəlir böyümə mərhələsi. Baxın, bunlar böyümə mərhələsinə keçirlər. İndi biz birini keçirdik. Hər hansı birini götürüb böyümə mərhələsinə keçirirəm. Bu olur böyümə mərhələsi. Böyümə mərhələsində bölünmə dayanır, interfaza mərhələsinə keçir. Yəni, baxın, çoxalmada mitoz bölünmədir. Böyümə mərhələsində interfaza mərhələsinə keçir. İnterfaza. Yəni, bütün bölünmə prosesi dayanır.
və bu böyümə mərhələsinə keçmiş hüceyrədə interfaza başlayır. Bu zaman bunun xromosom sayı 2 olaraq qalır. Biz də öyrənmişik ki, interfazada DNT özünü ikiləşdirir. Ona görə xromatid və DNT sayı olacaq 4-si. Bu da oldu mənim böyümə mərhələsim. Sonra bu böyümə mərhələsində əmələ gəlmiş 2-nin 4-si xromatin dəstinə malik, xromosom dəstinə malik hüceyrə girir yetişmə mərhələsinə. İndi bir dənə gözləyin. Bunu biraz yuxarıdan çəkim ki, burada başa düşəsiniz. Bu hüceyrə girdi yetişmə mərhələsinə. Baxın, hələ spermatogenezdən danışırıq. Burada yazıram yetişmə. Yetişmə mərhələsində artıq qamet əmələ gələcək deyə meyoz bölünmə keçirəcək. Nə keçirəcək? Meyoz bölünmə keçirəcək. İndi burada necə olur? Baxın, yetişmə mərhələsinə bu hüceyrə gəldi. Bu hüceyrə burada yetişmə mərhələsinə girəndə xromosom dəsti 2, xromatod dəsti 2 olur. Bu öz növbəsində meyoz yolla bölünür, 2 hüceyrə əmələ gətirir. Neçə hüceyrə əmələ gətirir? 2 hüceyrə. Bu zaman xromosom dəsti düşür bunun yarıya. N, xromatin də düşəcək yarıya, 2-siyə. Bax, bunlarda xromosomu olur N, xromatidi olur 2-si. Meyoz yolla bölünür deyə yarıya salır. Sonra bu da öz növbəsində bölünür meyoz yolla, 2 hüceyrə əmələ gətirir. Bu da öz növbəsində bölünür meyoz yolla, 2 hüceyrə əmələ gətirir. Burada da xromosom dəsti düşür N-ə, 2-si də düşür yarıya, S-ə. Və burada əmələ gəlmiş hər bir hüceyrə spermatogenezdə qametə çevrilir. Yəni spermatozoidə çevrilir. Və spermatozoidin də xromosom dəsti ilə N, S-yə bərabər olur. Bir dənə görüm. Görsənir qəşəng? Aha, görsənir. Yenə deyirəm, baxın, gametogenez mərhələsində 1-2 yerə bölünür. Bir spermatozoid əmələ gətirir, birində yumurta hüceyrə əmələ gətirir. Bu mənim spermatozoid, yəni erkək cinsi qametin əmələ gəlməsidir. Erkək cinsi qametin əmələ gəlməsi də eynən dişi də bu cürdür. Bölünür çoxalma mərhələsi, bölünmə, bir də yetişmə. Çoxalma, böyümə, yetişmə, 3 mərhələyə. Çoxalma mərhələsi nədir? Birinci hüceyrə çoxalma mərhələsindən keçir və həmin bu çoxalma mərhələsində hüceyrə başlayır mitoz yolla bölünməyə, 8 hüceyrə əmələ gətirənə qədər. Deməli, çoxalma mərhələsində 8 hüceyrə əmələ gəlir. Neçə hüceyrə əmələ gəlir? 8. Bax, çoxalma da diqqətli olun. 8 hüceyrə əmələ gəlir. Neçə dəfə mitoz bölünmə keçirir? Hüceyrə girdikdə birindən bölünür, 2-si əmələ gətirir. 2-si öz növbəsində bölünür. Yenə bax, 2-sini əmələ gətirdi, bu da öz növbəsində 2-sin, bu da bölünür 2-sin, bu da bölünür 2-sin, hər biri 2-sini əmələ gətirir. Sonda 8 hüceyrə, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hüceyrə əmələ gəldi. Mitoz da bir dəfə bu mitoz yolla bölünür, 1 hüceyrə, bir dəfə bu 2, bir dəfə bu 3, bir dəfə bu 4, bir dəfə bu 5, 6, 7. Deməli, 8 hüceyrə əmələ gəlir, 7 mitoz bölünmə gedir. Mitoz bölünmə. Burada xromosom sayı 2, xromatid sayı 2C olur. DNT sayı da 2C'dir. Sonra bu hüceyrələr girir böyümə mərhələsinə. Mən birini saldım. Böyümə mərhələsində bölünmə dayanır, interfaza mərhələsi başlayır. İnterfaza mərhələsində DNT özünü ikiləşdirdiyi üçün xromosomu olduğu kimi qalır 2. DNT özünü ikiləşdirir deyə xromatid və DNT sayı olur 4-si. Əmələ gəlmiş bu hüceyrə girir yetişmə mərhələsinə. Artıq yetişmə mərhələsində meyoz bölünmə gedir. Bax, bu hüceyrə 2-nin 4-si ilə yetişmə mərhələsinə girdi. Bir dəfə meyoz bölünmə keçirir, 2 hüceyrə əmələ gətirir. Burada xromosom sayı düşür yarıya N, xromatid də 2C-yə. Sonra bunlar da hər biri öz növbəsində bölünür, 2-sini əmələ gətirir. Bu da bölündü, 2-sini əmələ gətirdi, bu da. Burada da xromosom sayı düşür yarıya N-siyə. Bu əmələ gəlmiş hüceyrənin hər biri spermatozoidə çevrilir. Deməli, bir hüceyrəmdən neçə qamet əmələ gəldi sonda, yetişmənin sonunda? 4 dənə qamet əmələ gəldi. İndi testlərdə bu qarışıq düşür. Birdən deyir ki, bir hüceyrə, məsələn, spermatogenez mərhələsində çoxalmanın sonunda neçə hüceyrə əmələ gətirir? Çoxalmanın 8 hüceyrə əmələ gətirir. Və ya deyir ki, yetişmənin sonunda neçə qamet əmələ gətirir? Bir dənəsi girir, yetişmənin sonunda 4 dənə qamet əmələ gətirir. İnanam ki, buranı başa düşdük. İndi bu oldu spermatozoidin əmələ gəlməsi. İndi yumurta hüceyrənin əmələ gəlməsi nə olur? Bax, buna qədər eyni gedir. Spermatozoiddə, yumurta hüceyrədə. Yəni, bu formaya qədər böyümə mərhələsinə eyni gedir. Yetişmə mərhələsində fərqlilik var. Gəlin diqqətlə baxaq. Baxın, fərz eləyin
Bilin ki, indi bu olacaq ovogeniz. Yəni yumurta hüceyrənin də əmələ gəlməsi adlanır ovogeniz. Məsələn, bir dənə hüceyrə daxil oldu, qadın hüceyrəsində gedir, dişi cins hüceyrələrdə, qadın deməyim, yəni dişi deyim. Dişi cins hüceyrədə bir dənə hüceyrə bölünür yenə. Erkək kimi ikisini əmələ gətirir. Bunlar da hər biri öz növbəsində bölünür 8-in əmələ gətirənə qədər. Yenə 8 hüceyrə gedir, 7 mitoz bölünmə gedir. Xromosom dəsti yenə 2-in 2-si olur, yəni bu da xromatiddir. Yenə bunlardan biri düşür interfaza, yəni böyümə mərhələsinə. Yenə xromosom dəsti 2-in 4-si olaraq qalır. İndi gəldi yetişmə mərhələsinə. Baxın, bu böyümə mərhələsindən keçən hüceyrə düşür yetişməyə. Burada xromosom dəsti 2-in, xromatid dəsti 4-ci olur. Bu yetişməyə girən hüceyrə meyoz bölünməklə 2 hüceyrə əmələ gətirir. Bunun biri iri olur, biri kiçik olur. Bu kiçik olan adlanır yönəldici cisim. Yenə deyirəm, biri iri olur, biri kiçik olur. Bu kiçik olan adlanır yönəldici cisim. Və burada birinci dərəcəli yönəldici cisimcikdir. Burada xromosom dəsti düşür yarıya. Enə, xromatid dəsti də düşür yarıya, 2-ciyə. Bu oldu birinci dərəcəli yönəldici cisimcik. Sonra bu böyük hüceyrədə bölünür, 2 hüceyrə əmələ gətirir. Yenə bunun biri böyük olur, biri kiçik olur. Bu kiçik hüceyrə, yəni birinci dərəcəli yönəldici cisimcik də bölünür. 2 dənə yönəldici cisimcik əmələ gətirir. İndi burada baxın. Dedik ki, bura qədər həm kişidə, həm qadında eynidir. İnterfazda kişi deməyim, dişi və erkəkdə eynidir. Yetişmə mərhələsində dişi cins hüceyrədə yetişmə mərhələsinə daxil oldu. Bu hüceyrədən bir böyüyü, bir kiçiyi əmələ gəlir. Bu böyük hüceyrə, bu da kiçik hüceyrə. Bu kiçik hüceyrə birinci dərəcəli yönəldici cisimcik adlanır. Böyük hüceyrədə bölünür, 2 hüceyrə əmələ gətirir. Bunun biri böyük olur, bu çevrilir yumurta hüceyrəyə. Bu da çevrilir artıq ikinci dərəcəli yönəldici cisimciyə. Bu birinci dərəcəli yönəldici cisimcik də bölünüb ikisini əmələ gətirir. Bunlar artıq ikinci dərəcəli yönəldici cisimcik adlanır. Və burada da xromosom dəsti N, xromatid dəsti S olur. N-S. İndi burada baxın. Birinci dərəcəli yönəldici cisimcikdə xromosom sayı N-dir. Xromatid və DNT sayı 2-cidir. İkinci dərəcəli yönəldici cisimciklərimdə xromosom sayı N-dir, xromatid sayı S-dir. Deməli, bir-birindən xromatid sayına görə fərqlənirlər. Xromosom sayları bərabərdir. Eynən yumurta hüceyrədə yönəldici cisimciklərlə xromosom sayı bərabərdir. Amma birinci dərəcəli yönəldici cisimcikdə xromatid və DNT sayı bundan 2 dəfə çoxdur. Çünki bu N-S xromosom dəstinə malik olur. Yenə deyirəm, meyoz bölünməyə girdikdə bir dənə hüceyrəmdən əmələ gəlir bir böyük, bir kiçik hüceyrə. Artıq bu qadındadır da. Qadın deməyim, yenə deyirəm, dişi, dilim çaşır. Bundan biri iri, biri kiçik əmələ gəlir. Bu iri də öz növbəsində bölünür, meyoz bölünmə gedir. Bir böyük, bir də kiçik hüceyrə əmələ gətirir. Bu kiçik hüceyrə artıq ikinci dərəcəli yönəldici cisimcik adlanır. Birinci dərəcəli də yönəldici cisimcik öz növbəsində 2 hüceyrə əmələ gətirir deyə bu da ikinci dərəcəli yönəldici cisimciklər adlanacaq. Yenə deyirəm, meyoz bölünmədə yetişmənin sonunda birinci dərəcəli yönəldici cisimcikdə xromosom sayı N, xromatid sayı 2-cidir. İkinci dərəcəli yönəldici cisimciklərdə xromosom sayı N, xromatid və DNT sayı S-dir. Yarıya düşür. Yumurta hüceyrədə də haploiddir. Xromosom sayı N, xromatid dəsti də S-dir. Bu olur mənim qamatogenez mərhələm. Bu oldu bizim hansı mərhələmiz? Qamatogenez. Yəni qadın, qamatogenezin ovogenez mərhələsidir də. Dişi cins hüceyrənin əmələ gəlməsi, dişi yumurta hüceyrə, dişi qametin əmələ gəlməsi. İndi keçirik biz bitkilərdə. Çalışdığım qədər bitkiləri asan yolla deyəcəm. Kitablar qarışıq salır. Makrospor nədir, megaspor nədir? Yəni bunu sizə asan yolla başa salmağa çalışacağım. Deməli, indi keçirik bitkilərdə cinsi çoxalma, yəni 2 qat mayalanma. Hələ 2 qat mayalanma getməyib. Getməmişdən qabaq hansı proseslər baş verir? Mənim erkəkciyim, erkəkcik tozluğundan, saplağından və erkəkcik ağacığından ibarətdir. Bu tozluq, bax bu tozluq, yəni erkək hüceyrəm, özü bölünür 4 dənə mikrospor əmələ gətirir. 1, 2, 3, 4. Yəni bir
erkək hüceyrəmdən, tozcuq dənəciyimdən belə deyim, 4 dənə mikrospor əmələ gəlir. Nə qədər mikrospor əmələ gəldi? 4 dənə. Bu adlanır mikrosporlar erkəkdə. Və bu mikrosporlardan da özü içərisindəki nüvəsi bölünərək, fərz edin ki, budur. Bax, bu mikrospor hər bir yeri olur. İçərisindəki nüvə hissəyə bölünür. Əmələ gətirir generativ nüvə, bir də vegetativ nüvə. Nə əmələ gətirdi? Generativ və vegetativ. Bu generativ nüvə də bölünür, 2 sperm əmələ gətirir. Nə əmələ gətirir? 2 sperm. Mənim erkəyimlə məsələn qutardı. Bura qədərin bildik. Ən asan formada deyirəm ki, yadınızda qalsın. Deməli, bir dənə erkək hüceyrəm, tozcuq dənəciyim. Bölündü 4 dənə mikrospor əmələ gətirdi. Mikrospor əmələ gətirdi. Bu mikrosporların da içərisində olan nüvələr bölünərək generativ və vegetativ nüvə əmələ gətirir. Bu generativ nüvə də bölünür, 2 dənə sperm əmələ gətirir. Deməli, bir mikrospordan 2 sperm əmələ gəldi. Hansı nüvə bölündü? Generativ nüvə bölündü. Bura qədər qalsın. İndi keçirik biz dişiciyə. İndi çəkmə qabiliyyətim o qədər yaxşı deyil, yenə də çəkək. Fərz eləyin ki, bu dişicikdir. Bunun da içərisi, bu da olsun yumurtacıq. Bax, bu içərisi də olsun, bir dənə də belə çəkim. Bu da olsun mənim yumurtacığım. Bunun içərisində nə baş verir? Əvvəlcə buradan çəkə-çəkə gedək, sonra içərisini deyəcəm. Bunun içərisində nə olur? Əvvəlcə dişi hüceyrə özü 4 dənə hüceyrə əmələ gətirir. Məsələn, bu bir hüceyrədir, dişi hüceyrə. Bölünür 4 dənə hüceyrə əmələ gətirir. 1, 2, 3, 4. Bunlardan biri iri olur. Bu iri olan o adlanır megaspor. Megaspor. Biri var mikrospor. Mikrospor erkəkdədir. Amma dişidə bir hüceyrən bölünür, 4 dənə hüceyrə əmələ gətirir. Və həmin bu hüceyrə adlanır irisi megaspor. Daha sonra bu megasporun bölünməsi nəticəsində yumurtacıqda əmələ gəlir ruşeym kisəsi. Və həmin bu ruşeym kisəsinin içərisində 8 dənə hüceyrə əmələ gəlir. Neçə dənə hüceyrə əmələ gəlir? 8 dənə. Bunun 4'ü toplanır yuxarıya. 1, 2, 3, 4. 4'ü də toplanır aşağıya. 1, 2, 3, 4. Hələ ki, mərkəzi hüceyrə əmələ gəlməyib. Birdən testə düşər ki, mərkəzi hüceyrə əmələ gəlməyəndə, əmələ gəlməyib mərkəzi hüceyrəm. Mərkəzi hüceyrə əmələ gəlməyəndə ruşeym kisəmdə neçə hüceyrə var? 8 dənə. Və neçə xromosom dəstinə malikdir? Deyəsən ki, 8. Çünki hər biri haploiddir. Niyə? Mənim megasporum haploiddir, N. Megasporumdan əmələ gələnlər N xromosom dəstinə malik olacaq, haploid. Və bunlar mitoz bölünmə yolu ilə əmələ gəlir. Çünki xromosom dəstləri bərabərdir. Eyni mikrosporda da bunların hamısı N xromosom dəstinə malikdir. Və N-dən spermlər əmələ gəlir. Bir mikrosporumdan 2 sperm əmələ gəlir. Bu spermlər də N xromosom dəstinə malik olacaq. Bunlar da mitoz bölünmə yolu ilə əmələ gəlir. Buranı bildik, bildik. İndi bax bu yumurta, yəni yumurtacığın içərisində, ruşeym hissəsində əmələ gəldi 8 dənə hüceyrə. Bu 8 dənə hüceyrəsindən biri yuxarıdan, biri aşağıdan gəlir mərkəzə. Əlimdən silirəm ki, başa düşəsiniz. Biri yuxarıdan, biri aşağıdan gəlir mərkəzə. Məsələn, buradan biri gəldi mərkəzə, buradan da biri gəldi mərkəzə. Bu mərkəzdə bunlar birləşib, əmələ gətirirlər mərkəzi hüceyrəni. Nəyə əmələ gətirirlər? Mərkəzi hüceyrəni. Və yuxarıda və aşağıdan biri gəldiyi üçün, yuxarıda oldu 3 dənə hüceyrə, aşağıda da oldu 3 dənə hüceyrə. İndi bu mərkəzi hüceyrə yuxarıdan və aşağıdan gəldi, birləşdi də. Məsələn, bu yuxarıdan gələnimdir, bu da aşağıdan gələnimdir. Bunun hər biri N xromosom dəstinə malikdir. Burada birləşəndə nə qədər edir? 2N. Deməli, mərkəzi hüceyrəm 2N xromosom dəstinə malik olacaq. Amma yenə yuxarıdakılar N xromosom dəstinə, aşağıdakılar da N xromosom dəstləridir. Yuxarıdakı hüceyrələrimdən biri iri hüceyrədir və bu adlanır yumurta hüceyrə. Nə adlanır? Yumurta hüceyrə. Yumurta hüceyrədə N xromosom dəstinə malikdir. Yerdə qalan bu 2 dənə hüceyrə sinergit hüceyrələridir. Sinergit hüceyrələr. Bunlar daha sonra ruşeym hissəsinin divarına məhv olurlar, yəni yapışırlar ola. Bu aşağıdakı 3 dənə hüceyrələr də antipod hüceyrələr adlanır. Antipod hüceyrələr adlanır.
Deməli, yumurtacığın girəcəyində olan hüceyrələr 2 dənə hüceyrəm oldu sinergit. Aşağısında da olan 3 dənə hüceyrəm adlandı antipod hüceyrələr. Bura qədər bildik? Bildik. İndi mayalanma baş verir. Mayalanma baş verəndə nə olur? Spermlər gəlir. Fərz edin ki, bu spermlərdir. 1, 2. Burada mənə gətirdiyim spermləri mayalandırmağa gətirirəm. Hər biri M xromosom dəstinə malikdir. Biri gəlir yumurta hüceyrəni mayalandırır. Olur N sperm, üstə gələk N yumurta hüceyrə. Buradan əmələ gəlir 2N zigot. Nə əmələ gəldi? 2N zigot. Sonra bunun biri də gəlir mərkəzi hüceyrəni mayalandırır. Mərkəzi hüceyrəm 2N'dir. Üstə gələk bunu bir dənə sperm mayalandırır. N sperm əmələ gəlir 3N. Bu 3N'də endosperm adlanır. Və bu zigotdan rüşem inkişaf edir. Köktük, gövdəcik, ləpə yarpaqları zigotdan inkişaf elədiyi üçün hər biri də 2N xromosom dəstinə malik olacaq. Daha sonra bu sinergit hüceyrələr və antipod hüceyrələr məhv olur, rüşem kisəsinin divarına yapışır. Yəni dərsimiz bu qədər asan. Çalışdığım qədər asan yolla izah elədim. Bir də deyirəm, birdən məsələdə düşür ki, bir mikrospordan neçə sperm əmələ gəlir? Deyərsən ki, bir mikrospordan 2 dənə sperm əmələ gəlir. Bir hüceyrədən neçə megaspor əmələ gəlir? Bir dənə. Çünki bir hüceyrəm dişidə 4 dənəsini əmələ gətirir. Bunun biri megaspor adlanır. İndi bu hissəni biləndən sonra bunu çəkim. Bir də rüşem hissəsinin içərisini bir də çəkib sizə məsələn daxil olandan sonra neçə hüceyrə əmələ gəldi, neçə xromosom dəsti, daxil olmamışdan əvvəl. Bax, onları testlərdə soruşur. Ona görə bir dəqiqə gözləyin. Məsələn, həmkarlar, baxın, bu mənim, buradan bir çəkəcəm. Bu mənim 1 rüşem kisəmdir, bu mənim 2 rüşem kisəmdir, bu mənim 3 rüşem kisəmdir. İndi hələlik buradan gedək. Məsələn, birinci rüşem kisəmdə deyir ki, mərkəzi hüceyrə əmələ gəlməyib. Hələ mərkəzi hüceyrə yoxdur. Spermlər də daxil olmayıb, hələ ki daxil olmayıb. Rüşem kisəsində neçə hüceyrə var? 8 dənə. 1, 2, 3, 4. 4'ü yuxarıda, 1, 2, 3, 4. 4'ü aşağıda. Çünki hələ mərkəzi hüceyrəmə əmələ gətirməmişəm. Nə də spermimi daxil etməmişəm. Rüşem kisəmdə olacaq 8 hüceyrə. Neçə xromosom dəsti? Hər biri N'dir. N, 2N, 3N, 4N, 5N, 6N, 7N, 8N. 8 hüceyrə 8 xromosom dəstinə malik olur. Məsələn, burada deyir ki, sperm daxil olmuyor, amma mərkəzi hüceyrə əmələ gəlib. Burada neçə hüceyrə var? Neçə xromosom dəstinə malikdir? Mən də deyirdim, mərkəzi hüceyrə əmələ gələndə biri yuxarıdan gəlir, biri aşağıdan gəlir. Birləşir mərkəzdə. Yuxarıda da 3'ü qalır, aşağıda da. 1, 2, 3 yuxarıda, 1, 2, 3 aşağıda. Amma mərkəzi hüceyrə əmələ gətirib. 2 dənə hüceyrə birləşib, bir dənə mərkəzi hüceyrə əmələ gətirib. İndi burada neçə dənə hüceyrə var? 1, 2, 3, 4, 5, 6, bir dənə də mərkəzi hüceyrə 7. Artıq burada 7 hüceyrə var. Bəs xromosom dəsti neçədir? N, elədi 3N, N, elədi 6N. Mərkəzi hüceyrədə 2N'in birləşməsidir. 2N olduğu üçün 6'nın üstündəki 8N. 8N də xromosom dəstimə malik hüceyrə var. İndi burada nə deyir? Deyir ki, mərkəzi hüceyrə əmələ gəlib, spermdə daxil olub, amma mayalanma baş verməyib. Yenə yuxarıdan çəkəsən 1, 2'si 3'ün, aşağıdan da çəkəsən 1, 2'si 3'ün. Mərkəzi hüceyrəni də çəkirsən. İndi spermi daxil eləmişəm. Bu 1 spermim, bu da 2 spermim. Amma hələ mayalandırmamışam. Burada neçə hüceyrə olacaq? Hesabla. 1, 2, 3 hüceyrə, 4, 5, 6 hüceyrə, 7 hüceyrə, 8 hüceyrə, 9 hüceyrə. Spermimi daxil edib mayalandırmamışam. Onda olacaq 9 hüceyrə. Bəs neçə xromosom sayı? 1, 2, 3. 3N buradan. 1, 2, 3. 3N də buradan. Elədi 6N. 2N də mərkəzi hüceyrəmdir. 8N. Bir dənə spermim 9N. Bir dənə spermim 10N. Deməli 10 dənə də xromosom dəstinə malikdir. Hələ mayalandırmamışam. İndi deyir ki, spermi daxil etdim, mayalandırdım. Neçə hüceyrəm var, neçə xromosomum var. Artıq spermi daxil edib mayalandıranda, buradan bir dənə yumurta hüceyrəni çəkim, buradan da bir dənə mərkəzi hüceyrəni çəkim. Artıq mayalandıranda buradakılar yox olur. Yox olub deyə götürmürəm.
Spermi də daxil edirəm. Daxil etdim rüşemsəm. Spermdən yumurta hüceyrəni maylandırdım. Əmələ gəldi zigot 2-in. Spermin biri ilə də mərkəzi hüceyrəni maylandırdım. 2-in mərkəzi hüceyrədir. Endə bu. Bu da oldu 2. Endosperm. Mayalandan sonra bir dənə zigot əmələ gəlir. Bir dənə də endosperm əmələ gəlir. Zigotun xromosom dəsti 2-indir. Endospermin də 3-indir. Niyə 2-indir? Çünki yumurta hüceyrə endi, sperm də endi, haploiddir. Birləşib 2-in diploid əmələ gətirir zigot. İndi spermim endi, mərkəzi hüceyrəm amma diploid 2-indir. Birləşib əmələ gətirir 3-in endosperm. Mərkəzi hüceyrəndə bildiniz də niyə 2-indir? Yuxarıdan tək bir dənə xromosomlu hüceyrəm gəlir, aşağıdan da 1. N-lə birləşəndə olur 2. Mərkəzi hüceyrənin xromosom dəsti ona görə 2-nə bərabərdir. İnanıram ki, başa düşdük. Məncə buradan demədiyim hissə qalmadı.